Fazıl Mustafa mənə qarşı müstəqil ittihamlar səsləndirir. Güya ki, mən belə bir ifadə işlədir. Dırnaq arası deyirəm ki, Akif Nağı İran xəttindədir, belə bir ifadə işlədir. Yəni, bununla demək istəyir ki, güya biz İran siyasətini təbliğ edir Akif Nağı. Və onu mən demək istəyirəm ki, sən mənasız və boş, məsuliyyətsiz sözlər, ifadələr işlətmə. Akif Nağı İranı nə vaxt təbliğ edir, nə cür təbliğ edir, hansı sübutun var sənin? Bir də orada gətirirsən ki, Akif Nağı deyir ki, İranla da münasibətlər normal müstəvidə qurulmalı. Bunu nə izləyən Azərbaycan prezidenti deyir bunu. Və biz demişik, həmişə demişik ki, Ermənistan torpaqlarını işğal edən dövrdə qonşularla da, hamı ilə də münasibətlər normal saxlamaq lazımdır ki, Ermənistanı təqliyək. O təbliğatı aparmışıq. Və hər yerdə Akif Nağı da, Qarabağ Təşkilatı, digər Beynəlxalq Qarabağ forumu yaratmışıq 2015-ci ildə. Bütün qonşu ölkələrdə biz anti-erməni təbliğatı aparırdıq. Çalışırdıq ki, bizim mövqeyimizə dayansınlar. O cümlədən Rusiyada, Gürcüstanda, Türkiyədə, Avropa ölkələrində, o cümlədən İranda. İrana gedirdim, mən həyatımla risk edirdim bu təbliğatı apararkən. Neçə dəfə bomba həyəcanı verilmişdi. Neçə dəfə bizi oteldən kənara buraxmırdı ki, terror eləmək haqqında məlumatlar gəlibdi. Onunla mən getmişəm orada və orada da Fars şavinistlərinin cavabını vermişəm mən. Kimlərsə orada deyirlər ki, güya ki, Azərbaycanın arazda biz tərəf hissəsi güya İran torpağıdır, onların cavabını vermişəm, orada risk eləmişəm ondan bağlı. Digər istənilən müstəvilərdə Azərbaycanın mövqeyini həmişə müdafiə eləmişəm mən, həyatımla risk eləmişəm. Sən nə eləmişsən, bilmirəm mən. Bu boş-boş ittihamları qoyursan kənara və mən nə üçün deyirəm ki, sən Fars şavinizminə xidmət edirsən. Mən məntiqsiz söz demirəm, mənasız söz demirəm. Sən deyirsən ki, Səfəvilərin adını çəkən Azərbaycanın əleyhinə işləyir. İranın xeyrinə işləyir güya. Səfəvilərin adını çəkən Səfəvi Türk sülaləsi idi. Azərbaycanın fəxr yeri idi. Bütün dünya Səfəviləri təqdim etmək lazımdır ki, bunlar Azərbaycan Türk sülaləsi idi. Bu günlər sən deyirsən ki, Səfəvilərdən imtina etmək lazımdır. İmtina edirik, onda Farslar deyirlər ki, nə, buyur. Bizim Səfəvilər Farsdır, onun Azərbaycan türklərinə aidiyyəti yoxdur. Ona görə mən deyirəm ki, sən Səfəvilərə qarşı bu cür təbliğat aparmaqla Fars şavinizminə xidmət edirsən. Yadında saxla, hər şey öz yerini vaxtında, zamanında alacaqdır.